günlər istehsal etdiyimiz südü bizdə neçə alırlar? Baxın, mənim bu günlər bu qarşımda bizim heyvanlarımızın səhər sağımında 60 litr süd var mənim qarşımda. Yəni bunlar gəlirlər südü bizdən. Bax bu bankanı. Bu gördüyünüz banka ki var, 1-3 kiloluk banka. 1-3 kiloluk banka südü bizdən 45 qəpiyə alırlar. Bunun litri düşür 15 qəpiyə. Yəni bu günlər fermerdən alınan südün qiyməti budur. 15 qəpiyə mən bu tay gördüyünüz bu ot tayalarına mən 7000 manat pul vermişəm. Hələ bir 200-250 presdə hardasa mənim ot almalıyım ondan sonra ki, mənim qış tədarükümü görə bilim. Mən 15 qəpiklə mən nətər ayaqda qalım? Mənə deyirəm ki, südü verməyəcəksən, deyir verməyəcəksən, neyniyəsən, itə tökəcəksən də, uzaqbaşı toyağa düzə tökəcəksən. Və mən həmin insana səslənmək istəyirəm. Bu süd mənimdir, mən bunu nə zülümlə, görürsünüz mənim üstüm başımı, şalvarımın dizinin başı kirinə baxın, tezdən yuxudan o başlarından dururam. Mənə yuxudan duranda əlimə lapatka alır. Mənə deyir, südü tökəsən o ana, də itə tökəcəksən. Bəli, mən südümü tökəcəm o ana. Tutacam o belə tökəcəm o ana südümü. Amma onu bil ki, mən 15 qəpiyə süd verməyəcəm. Tadım ki, mənim südümün qiyməti düzələnə qədər, tadım ki, mənim südüm, mənim tələblərim yerinə yetirilənə qədər mən heç kimə süd verməyəcəm.